Birləşmiş Ştatlar Avropanın 3 ölkəsindəki hərbi qüvvələrinin sayını azaltmaq niyyətindədir. Belə ki, qitənin şərq cinahını təmsil edən Macarıstan, Slovakiya və Bolqaristandakı hərbi bazalarda qoşunların sayı azaldılacaq. Bağlı qapılar arxasında Birləşmiş Ştatlar administrasiyasının rəsmiləri müttəfiqlərinə açıq şəkildə bildirdilər ki, Rumuniyada azalma yalnız başlanğıcdır. Dekabrın ortalarından gec olmayaraq Bolqaristan, Macarıstan və Slovakiyada əlavə ixtisarlar olacaq. Pentaqon bu gedişin Birləşmiş Ştatların NATO qarşısında öhdəliklərinin zəifləməsi demək olmadığını vurğulayıb. Lakin Avropalı müttəfiqlər əks fikirdədir. Onlar Trump administrasiyasının qoşun sayında ciddi bir azalmaya getməsindən narahatdılar və bunun Rusiya qarşısında təhlükəsizlik boşluğu yaratdığını bildirirlər. Lakin Vaşinqton müttəfiqlərinin narahatlıqlarını aradan qaldırmaq üçün Polşa və Baltikyanı ölkələrdəki qoşunlarının sayının dəyişməyəcəyini vurğulayıb. Qərarın əsaslandırılması Birləşmiş Ştatların təhlükəsizlik prioritetlərini dünyanın digər bölgələrinə çəkməsi kimi də izah olunur. Düşünürəm ki, bu vacib addımdır. Trumpın hələ bir neçə ay qabaq dediyi çəkilmənin reallaşmasıdır. Lakin bir çoxları kontingentin Asiyaya doğru göndəriləcəyini düşünürdü. Bu da ola bilər. Lakin indiki halda çətin. Trumpın narkokartellərə qarşı mübarizəsini nəzərə alsaq, deyə bilərik ki, yeni plan qurulur. Yəni, ABŞ-nin Latin Amerikasında zəifləyən nüfuzunu gücləndirməyə çalışacaq. Müdafiə Nazirliyi qeyd edib ki, mövcud qoşunların sayının azalması Pentaqonun resurslarını qərb yarımkürəsində cəmləşdirmək istəyi ilə bağlıdır. Ekspertlərin fikrincə də Trump administrasiyası üçün hazırda mübarizə Avropadan daha çox digər regionlarda gedir. Analitiklər Birləşmiş Ştatlar qoşunlarının Avropadan çıxmasını Rusiya üçün həm fürsət, həm də risk adlandırırlar. Çünki Birləşmiş Ştatların qitədəki hərbi gücünün azalması Rusiyaya təsirini artırmaq imkanı verə bilər. Bu vəziyyətdə Avropalı müttəfiqlərlə Birləşmiş Ştatlar arasında koordinasiya azalacaq. Nəticədə Rusiya strateji üstünlük əldə edəcək. Bu da Moskvaya qitənin dərinliklərində müxtəlif təxribatlar törətməyə şansı verir. Trump administrasiyasının Avropanı təhlükəsizliyi ilə baş-başa qoyması isə qlobal güc balansının dəyişdiyini göstərir. Ekspertlər buna əsaslanaraq Birləşmiş Ştatların qoca qitənin ən böyük təhlükəsizlik təminatçısı rolundan imtina etməyə başladığını düşünürlər. Yəni Vaşinqtonun radikal dəyişiklikləri Avropanın bir müddət sonra təhlükəsizliyini özünün qorumalı olduğuna işarədir. Rusiya bu addımı alqışlayacaq. Çünki bu Birləşmiş Ştatların qətiyyətinin zəifləməsi kimi qiymətləndiriləcək. Lakin aylardır səsləndirilən fikirlər artıq reallığa çevrilir. Yəni Ağ Ev qoca qitəni təhlükəsizlik baxımından tək qoyur. Bunu Avropanın silahlanması ilə əlaqələndirənlər də var. Ancaq bu beynəlxalq münasibətlərdə qütbləşmə prosesinə gətirib çıxaracaq. Qeyd edək ki, əməliyyat və təlimlərdən asılı olmayaraq Birləşmiş Ştatların dünyanın 150 ölkəsində təxminən 160-180 min arası hərbi kontingenti var. Bunlardan 80-100 minə yaxını Avropanın payına düşür.